Mükəmməliyyətçi insanlar digər hər kəsdən daha artıq öz mənfilərinin fərqinə varırlar. Onlar mükəmməl olduqları və yaxud buna çatmağın mümkünlüyü kimi bir illüziyaya qapıldıqları üçün bu yolu seçməyiblər. Tam əksinə özlərini həm mənfi, həm də müsbət yönlərlə kəşf edib, eyni zamanda da insan potensialının sonsuzluğuna inanan kimsələrdir. Bu sayədə digərlərindən fərqli olaraq öz mənfilərini gizlətmir, bunun üzərinə gedərək bərpa etməyə çalışırlar. Belə ki, şuurlu şəkildə mükəmməliyyətçiliyə can ataraq, hər uğurlu cəhdlərinin sonunda bir öncəki mənlərindən daha yeni, daha təkmil məni inşa etməyə çalışırlar. Bu isə onları həyatda daha qərarlı və ciddi duruş sahibi insana çevirir. Bu səbəblə toplum tərəfindən yanlış şəkildə sıxıcı insanlar olaraq dəyərləndirilirlər. Xüsusilə günümüz sürətli yaşamında kiminsə bir mövzu və ya sahədə mükəmməliyyətçi perspektivdən dərinləşməyə can atması nadir görülən hadisədir. Həyatımızdakı digər hər şey kimi əşyalar, əyləncələr, zövq və ya hobbilərlə yanaşı peşə və ya bacarıqlar da tək səfərlik və qısa müddətli hal alıb. Bu cür sürətli istehsal-istehlak toplumunda insanlar intuitiv olaraq həyatda qalma mübarizəsinə qapılıb mənəvi və zehni dərinləşmədən yan keçə bilir. Bir yerə qədər bu davranış şəklini anlaya bilərik, lakin üzərində çalışıb düzəltməliyik. Əmin olun ki, mükəmməliyyətçilik düşündüyümüz qədər maddi məsələlərə bağlı deyildir. Bu bizlərin fərd olaraq içdən gələn tətikləyici duyğularımızla bənzər yöndə zehni fəaliyyət seçimidir.